Siz də uşağınızı kələm kimi geyindirirsinizsə, gələcəyini təhlükəyə atırsınız. Bəs necə? Pasientlərim gəlir, xüsusən də uşaqlar, görürəm ki, nənə baba yanında kələm kimi geyindirib altdan üstdən, aman uşağıma soyuq olmasın, isti qalsın. Yaxşı, isti qalır, amma bu xaya da isinir eyni zamanda. Elə bu vaxtı da şalvar altında soyuq vaxtlarda yenə içliklər buraya qədər qaldırılır. Bura qədər qalxınca da xayalar da bədənə daha yaxın olur. Yaxşı, nə baş verir? Hər zaman deyirik ki, xaya soyuğu sevir. Xaya nə qədər çox bədənə yaxın olsa və yaxud da ətrafında çox paltar olsa və bu paltar da hava almadığında başlayır xaya isinməyə. Yəni bu isindiyində də artıq xaya öz funksiyasını istənilən kimi yerinə yetirə bilmir. Beləliklə də xayalar başlayır yavaş-yavaş balacalaşmağa. Bu uşaq gəlir 20 yaşlarına, evlənmə yaşına və ortada uşaq yoxdur. Bəy cinsi zəiflikdən əziyyət çəkir, əlavədən də sonsuzluq var. Səbəb araşdırıldığında təbii ki, sapsağlam bəy, amma uşaq vaxtı düzgün şəkildə geyindirilməyib, buralara qədər alt paltarlar, şalvarlar çəkilib, xaya da təbii ki, bədən temperaturuna çox məruz qalaraq hər zaman isti qalıb və beləliklə də öz funksiyasını müəyyən qədər itirib. Təbii ki, buna biz müəyyən qədər müdaxilələr eləyərək, müalicələr eləyərək bu vəziyyətdən çıxara bilirik. Amma ki, ən gözəli vaxtında olan müdaxilələrdir. Yəni, siz olun, öz övladınızın gələcəyini belə şeylərlə isti olsun deyə riskə atmayın və düzgün şəkildə geyindirməyə çalışın.